Tembeləm, yoxsa sadəcə düşüncələrimə qulaq vermirəm? Ertələdiyimiz, gecikdirdiyimiz hər şey əslində bir ehtiyacın ya da bir narahatlığın səsi ola bilər. Tənbəllik saydığımız davranışın altında çox şey gizlənə bilir. Gəlin bu səssiz siqnallara birlikdə qulaq verək. Uşaqkən həddindən artıq nəzarət altında böyümək və bu bir növ passiv müqavimət göstərmək hissini yaradır. Uşaqkən davamlı yönləndirilən insan böyüyəndə öz qərarlarına qarşı belə gizli bir müqavimət yarada bilir. Bəzən etmirəm demək əslində məni idarə etməyin artıq mesajıdır. Qorxu, uğursuzluq, tənqid qorxusu, məsuliyyət qorxusu və sair qorxular. Bəzən işin özü yox, nəticələri bizi qorxudur. Qorxduğumuz üçün də başlamaq istəmirik. Mükəmməllik təzyiqi. Ya çox yaxşı olmalıyam, ya da heç etməyim. Bu düşüncə bizi hərəkətsiz qoya bilir. Daxili qarışıqlıq ya da məqsəd aydınlığının olmaması. Nə istədiyimizi və niyə istədiyimizi bilməyəndə, beynimiz də bizə boşuna əziyyət çəkmə siqnalı verir. Enerji və emosional tükənmişlik. Fiziki və ya zehni yorğunluq bizi tənbəl kimi göstərsə də, əslində bədən bizdən kömək istəyir. Özünə inamsızlıq. Onsuz da bacarmaram düşüncəsi elə hərəkəti başlamadan yerindəcə boğur. Arxayınçılıq və işi son dəqiqəyə buraxmaq. Son dəqiqə enerjisinə güvənmək. Onsuz da edərəm düşüncəsi işi ertələməyə səbəb ola bilir. Amma son anda yaranan təzyiq gözləniləndən daha çox stres yaradır. Və sonda insan özünə hansı sözü etiketləyirsə, düşüncə və davranışları da elə o yola yönəlir. Tənbəl insanam yox, bəzən tənbəllik edirəm demək daha doğru ifadə olar.